Ömer ibn Abdülaziz Hasan el-Basri'ye mektup yazır. Yani geçmişte salih Müslümanlar belaydı. Birbirlerinden tövsiye istəyirlər. Nəsihət istəyirlər, xatırlama istəyirlər. Çünki fayda verir. Nəsihət, moizə, əgər iman varsa qəlbdə ona fayda verir. Hətta təkrar olsa da belə, hətta insanın bildiyi bir şey olsa da belə. Çünki Allah Teala buyurur: "Və zəkkir və inne zikra tenfa'ul mu'minin." Sən xatırla, həqiqətən xatırlama müminlərə fayda verir. Ola bilsin insan bildiği bir şeydir, lakin insan unudur, qəflətə düşür. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem yani vefat ettikdə və Müslümanlar çox sarsılırlar. Və hətta Ömer radiyallahu anh deyir ki, kim desə ki Allah Resulü sallallahu aleyhi ve sellem ölüb, onu bu kılıncımla vuracağım. Və Abu Bakr orada olmur. Sonra Abu Bakr gəlir, yani sahabe gedib Abu Bakr'a deyir, Abu Bakr mesciddə olur və Abu Bakr sahabəni görəndə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem öldü mü? Deyir ki, Ömer deyir ki, kim bunu desə onu vuracağım kılıncımla. Və Abu Bakr gəlir və Peyğəmbər sallallahu aleyhi ve sellemin üzünü açır və öpür və deyir ki, sağ ikən də pak, təmiz, gözəl idin. Yəni dünyadan köçdükdən sonra da beləsən. Və sonra xutbə verir və xutbəsində insanlara deyir ki, yəni kim Allah'a ibadət edirsə Allah da diridir, heç vaxt ölmür. Və kim də Muhammedə ibadət edirsə bilsin ki, Muhammed artıq ölmüşdür və sonra ayəni oxuyur. Və Allah Teala buyurur ki: "Və Muhammedun illa rasulun qad xalat min qablihi rusul." Muhammed özündən öncə gəlib keçən elçilər kimi, peyğəmbərlər kimi bir peyğəmbərdir, elçidir. Əfə immətə əv qutilən qalabtum alə aqabikum. Əgər ölsə veya öldürülsə siz dindən geri mi döneceksiniz? Ömer radıyallahu anh deyir ki, bu ayə sanki birinci dəfə eşitdirdim. Halbuki bildiği ayədir. Eşittiği bir şeydir. Yani geçmiş salih Müslümanlar da birbirlerine mektup yazırdılar ki, mənə nəsihət et, tövsiyə elə. Və həmçin görəndə deyərdilər, birbirlerine tövsiyə edərdilər. Və Ömer ibn Abdülaziz də Hasan el-Basri'yə mektup yazır ki, mənə moizə elə, amma qısa elə. Moizə, nəsihət elə, lakin qısa elə. Hasan el-Basri də məktub yazır və deyir ki, فَإِنَّ الدُّنْيَا مَشْغَلَةٌ لِلْقَلْبِ وَالْبَدَنِ. Həqiqətən dünya qəlbi və bədəni məşğul edəndir, yayındırandır. وَإِنَّ الزُّهْدَ رَاحَةٌ لِلْقَلْبِ وَالْبَدَنِ. Tərki dünyalıq, dünyaya göz dikməmək, dünyaya həris olmamaq qəlb və bədən üçün rahatlıqdır. Və innallaha sa'iluna anillazi. Yəni Allah Teala da bizdən soruşacaq. Bizim Allah Teala'nın bize verdiği halallarından istifadə ettiğimize göre. Allah Teala bizden soruşacaq. Allah'ın bize nimet olarak verdiği halallarından. Ve keyfe bima nu'imna fi haramihi. Bəs haramından istifadə etsək necə? Eğer Allah Teala bizden halallardan soruşacaqsa, halal nimetlerden soruşlasıyıqsa, hesab olunasıyıqsa, bəs haramdan istifadə etsək necə? Qısa ama oldukça faydalı nəsihət və moizədir. Allah Teala bizi eşitib yaxşısına tabi olanlardan etsin. Allah tevfik versin. Ümumiyyətlə elm, yani insanın Allah'ın dinini öğrenmesi, Allah Teala'nın dinini öğrenmesi insanı ancaq və ancaq səadət və xoşbəxtlik aparır. Necə ki Əbülvalid Əl-Bəc deyir ki, yani elm insanı səadətə aparır və insanı hörmət Allah yanında uca dərəcəyə çatdırır. Elmin azı insana fayda verir. Çoxu ise insanı ucaldır. Allah yanında yüksəldir. Azı fayda verir. Çoxu Allah yanında dərəcələrini qaldırır, yüksəldir. Elm xəzinədir. Elə bir xəzinədir ki,
her bir halda ucalır, artır, çoxalır. Elmi xərcləməklə elm artır. Qəsbkar onu götürə bilməz, qəsb edə bilmir. Oğrunun oğurlamasından da qorxulası bir şey deyil. Nə də ki, müharibə edən düşmənin onu müharibə ilə sənin əlindən almasına da qorxu yoxdur. Elm insan üçün belədir. Allah da bizə faydalı, mənfəətli elm versin.